Solmaz xanımın ən böyük keyfiyyətlərindən biri də o hələ lap gənc olarkən, yeniyetmə olarkən böyük səhnəyə Kəlağayda çıxmaq olurdu. Və ondan sonra bu aşıq sənətinə gələn qızlar arasında bir növ bir ənənəyə də çevrilmişdi. Mənim yadıma gəlir, televiziyada işləyirdim mən. Samira onda balacı idi, anasından bir yerdə gəlirdilər, uşaq verilişlərinə gəlirdilər və mən dəfələrlə ondan xahiş eləmişdim ki, bu dəfə də başı açıq çıxış eləyə bilərsən də. Bu Kəlağaydan o vaxtı əl çəkmirdim. Maraqlıdır ki, axır vaxtlar ümumiyyətlə Kəlağayda mən Kəlağay muzeyini hədiyyə eləmişəm. Kəlağay muzeyinin tədbiri Gülü xanım xahiş edirəm, səhnəyə gəlin elə adınızı çəkmişdim. Mən öz gəlinli Kəlağayımı o muzeyə hədiyyə elədim. Gülü xanımın başındakı həmən Kəlağay deyil hər halda. Ağ Kəlağaydı. Qazaxlı qızıyam, adım Mirvarid, şeirə Mirvari ilə olmuşam varid. Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazi. Əziz tədbir iştirakçıları, əziz Solmaz xanım, müəllim, hər birimizi Mirvarid Dilbazi poeziya məclisi adından ürəkdən salamlayıram və Solmaz xanımı təbrik edirəm. Doğrudan da Solmaz xanımı bugün ellər, obalar, Azərbaycan xanımı, Azərbaycan xalqı təbrikə gəlibdir. İnsan var, öz ailəsində, ocağında ad günü, yubileyi qeyd olunur. Bugün Solmaz xanımın ad günü, bax belə, onun sevdiyi xalqının içində, xalqı tərəfindən qeyd olunur. Bugün mübarəksiniz, bugün möhtəşəmsiniz. Ürəyin isti-isti, alnı açıq, sözün düz. Əyilməz dağlar kimi vüqarlı təmkinlisən, bulud altında qalan işıqlı ulduz kimi, pünhan yanıb sönmüsən, uzun əsrlərlə sən, Azərbaycan. Yaxşı günün dostusan, yaman günün sırdaşı, göstərmisən dostluqda möhkəm sədaqətini, anası mərd olan kəs, heç əyməsin başını. Dünya analarının ey qoçağı, vətini, Azərbaycandadır. Kiçik bir çay deyilsən, coşasan sel gələndə, dərya qədər səbrinin görünməz sahilləri, əyilmədi dizlərin üstünə qəm gələndə, vüqarla saldın yola, keşməkəşlikləri, Azərbaycandadır. Alnı açıq, sözün düz, hər işdə mötəbərsən, əyilməzsən heç zaman dünyanın sərvətinə, sən özün də bilərsən, igidərlər içində, eşq olsun, tarix boyu sənin ülüyyətinə, Azərbaycan qadını, Azərbaycan qadını. Mirvarid Dilbazi bir də yazırdı ki, hər papaq boyana kişi desəm mən, kişilər inciyər səxavətindən. Baxın, belə qadınlar da yetirib vətən, günahdır onlara kişi deməsəm. Solmaz xanım, canım mənim, əzizim mənim, sizi bağrıma basıram, sizə saz ömrü, sizə söz ömrü, həm də Kəlağay ömrü arzulayıram. Var olun, sağ olun canım. Sağ olun, teşekkür ederim.